Siz də mənim kimi qiraəti sevirsiniz, bilirəm. Əgər elədirsə, yəqin təlimlərimə yazılmaq istəyirsiniz və daha gözəl şeir deməyi öyrənəcəyik sizlə. Bunun üçün emosional nitqimiz mükəmməl olmalıdır. Məsələn, xüsusən sifətləri düz deməyi öyrənməliyik. Sifətləri adi həyatda əslində düz deyirik. Məsələn, hava istidir, bir soyuqdur, bir əsəbləşdim. Bunları həyatda düz deyirik. Amma insanlar önündə danışanda, bax bu hiss həyəcanımızı düzgün ötürə bilmirik. Şeirlərdə bu xüsusən vacibdir. Məsələn, dəli bir şimşək ol, gözlərimdə çax. Qəmimdən boşalıb sevincimdən ax. Bax, sevincimdən ax. Bax, bu sözdə biz səsimizi axtırmalıyıq. Səsi necə idarə edək ki, bax, o belə gözəl şəkildə axsın. Və yaxud başqa bir misal. Qar yağır narın-narın, izi gülür dağların, bu yaşıl yarpaqların solanı xatirədir. Bax, görürsünüz, biz səsimizi hər dalğada dəyişirik, hər emosiyada səsi idarə edirik. Bax, bunları öyrənə bilərsiniz, çətin deyil, aşağı qiraət yazın, biz sizə informasiyaları göndərəcəyik.